Ya Allah, hər vaxtınız xeyir olsun. Əziz xalqımız, əziz millətimiz, Allah sizlərə bərəkət versin, əziz dostlar. Biləcəri qəsəbəsindəyik. Biləcəri qəsəbəsində Biləcəri DSK yolu, yəni Orxan Market deyilir bura el arasında, əziz dostlar. İkinci yeni yaşayış masivi rəsmi adıdır. Qarşıda görürsünüz 3 mərtəbə. 3 mərtəbə, bütün mərtəbələr arası, hətta dam örtüyünün altına kimi də, monolit dam örtüyünə inşa olunub, əziz dostlar, monolit beton örtüyünə daha doğrusu. 2 sotdadır. 100 kvadrat həyətdir, 100 kvadratda evdir. Yəni ev 3 mərtəbədir, altda köməkçidir, plus 2 mərtəbə. Hamısı birlikdə, ümumilikdə 300 kvadrat metrdir, əziz dostlar. Evin yaşayış sahəsi, yəni təkrar edirəm, mərtəbələr arası monolit beton. Evdə yaşayış var, sağlam evdir, çox keyfiyyətli bir evdir həqiqətən də. Qiymət də bugünkü gün münasibdir. Tural, gəl əsas evdən başlayaq, sonra axırda aşağını göstərərsən. Qapılardakı... Avtomatik buzla qaralan qapılarda özün də onları deyil, Tural. Məndə olunur, tamafon sistemi də var, əziz dostlar. Qalxaq yuxarı. Tural, yuxarından dön qaya, gəl aşağını göstər bir qonaq otağında. Mən tamamlayıb, sən sonra padvalı göstər. Aşağılar göstərəm, qonaq otağına xəbər. Sən mən deyələm, sən qalx yuxarıya, buradan yuxarıdan qalx aşağı. Əvvəlcə sizə ikinci mərtəbəni göstəririk. Burada sağda bir yataq otağıdır. Bura ikinci mərtəbənin hamam sanuzelidir. Gördüyünüz kimi bütün aksesuarlar da yerindədir. Evimiz tam təmirli bir evdədir dostlar. Hər mərtəbə 100 kvadrat metrdir. Hər mərtəbə 100 kvadrat metr. Balkonu göstərdi Tural. Maşallah, geniş otaqlardır. Geniş otaqlardır. Balkon da var əziz dostlar. Gördüyünüz kimi burada da bir balkonu var. Buranın bir mərtəbə əziz dostlar. Orada hamam sanitar qovşağı, yataq otağı, mətbəx. Sonra gəl. Birinci mərtəbədə pilləkənin altında əl damı kimi yəni artıq əşyalar yığmaq üçündür də işte. Və birinci mərtəbənin hamam sanuzeldir. Burada belə bir yataq otağı da əziz dostlar. Bu isə evimizin mətbəx hissəsidir. Gördüyünüz kimi çox gözəl və səliqəli bir evdir əziz dostlar. Keçək qonaq otağına. Bir şey də qeyd edeyim əziz dostlar, evimizin bu mərtəbəsi tam bütün kvadrat istiqbolla təchiz olunub. Və evin tam görüntüsü, tamafonu göstərdiyiniz zaman tamamsa, tam görüntüsü, kamera görüntüsü quraşdırılıb. Demək əziz dostlar, 2 mərtəbə ilə tanış oldunuz. 2 mərtəbə, yuxarı mərtəbə, orta mərtəbə, aşağıda kömək çatılar, Tural qardaşım biz sizə təqdim edəcəyiz dostlar. Hal-hazırda evin qonaq otağındayıq. Deməli, qoy qardaşdan soruşun görün buradan əşya götürəcəklər. Deməli əziz dostlar, evdə satışdan sonra inşallah bəzi əşyalar saxlanılacaq. Xüsusən də kondisionerlər qalır və bəzi yataq dəstələri qalır evdə. 3 mərtəbə, 2 sotda, 91, 92, 170 nömrəli marşrutlara lap yaxın məsafədə əziz dostlar, qapıya kimi asfaltdır. İdeal evdir, yəni burada iş görməyə ehtiyac yoxdur. Konkret olaraq heç bir iş görülməyəcək. Şəxsi əşyaları götür, gəl köç yaşa sağlamcandan inşallah. Qiymət də təyin olunub 155 min, estağfurullah 200 istəyirəm, 255 min manat, 255 min manat. Real müştəriyə də razılaşma olacaq inşallah. 2006-cı ildə bələdiyyə sərəncamı var, fərdi yaşayış üçün ayrılmış arxiv sənədi birlikdə bələdiyyə sərəncamı əziz dostlar. 255 min manat, inşallah ki, real müştəriyə endirim olunacaq. Allah xeyir versin, alana, satana və əziyyət keçən bizlərə də. Tural qardaşım, sən geri çəkilişi tamamla, aşağını da göstərsən. Əziz dostlar, evimizin aşağı hissəsidir, yəni. Bura mətbəx üçün nəzərdə tutulub. Gördüyünüz kimi hal-hazırda maşında dayanır. Burada da bir geniş bir buranın şöyle yukarıdan yanır. Geniş bir
otaqdır var belə. Gördüyünüz kimi istilik sistemi də kombidir. Kimə maraqlı olsa bizimlə əlaqə saxlayıb, gəlib evə yaxından baxa bilər. Allah evi olmayanların bir qismət eləsin.